Rusiya-Ukrayna müharibəsi tam şiddəti ilə davam edir. İki istiqamətdə müharibə gedir. Bir cəbhə bölgəsində birbaşa təmaslar, amma orada elə bir Rusiya uğur əldə edə bilmir. Ukrayna da çox təəssüf ki, torpaqlarını geri ala bilmir. İkinci ən şiddətli müharibəsi havada gedir. Ukrayna öz dronları ilə Rusiya hərbi mərkəzlərini və neft ayırma zavodlarını vurur və bu Rusiyada ciddi bir böhrana səbəb olub. Rusiyada eyni ilə deməyək, əslində Rusiya mülki insanlara hədəf alan binalara zərbələr endirir və Kiyevdə belə zərbələrin şahid olmuşuq, Xarkovda, digər şəhərlərdə bu zərbələr nəticəsində Ukraynada mülki insanlar həlak olur. Yəni iki istiqamətdə müharibə gedir, amma dəyişən bir şey yoxdur. Rusiya hakimiyyəti istəyinə nail ola bilmir. Rusiya daha bir indi çətinliklə üzləşib, hərbçi sayısı azalır. Yəni müharibə başlayanda səfərbərlik elan edilmədi. Çünki adı müharibə deyildi. Yalandan ad qoymuşlar, xüsusi əməliyyat. Xüsusi əməliyyat adında müqavilə imzalatdırdılar, pul verirdilər, amma nə qədər insanı ölümə göndərdilər. İndi həm ölənlərin sayı artdı və boşluğu doldurmaq çətindir, həm də müqavilə əsasında ölümə getmək istəyən insanların sayı da azalır. Çox da ki, müəyyən miqdarda pul verilir. Ölənlərdən sonra pul həmin adamın nəyinə lazımdır? Ailəsinə çatsa belə. Başqa bir fırıldağın da üstü açılıb. Sən demə, cəbhə bölgəsindəki Rus komandirlər bəzən o pulu hərbçilərin əlindən alırlar. Ya pulsuz ölmək lap pis. Ona görə müqavilə əsasında döyüşmək və ölmək istəyənlərin sayı getdikcə azalır. Boşluğu doldurmaq lazımdır. Putin səfərbərlik elan edə bilmir hələ ki. Niyə elan edə bilmir? Çünki səfərbərlik o demək olacaq ki, böyük miqyaslı müharibədir və əslində insanlar ölümə getmək istəməyəcək. Bu, böyük vətən müharibəsi, 2-ci dünya müharibəsi deyil ki, ölkəvin ərazi bütövlüyü uğrunda gelib Alman faşistlərlə savaşasan. Sən başqa bir ölkəyə qarşı işğalçı müharibə aparsan. Bu insanlar işğalçı müharibədə iştirak etmək istəmirlər. Səfərbərlik elan edilsə belə zorla basacaqlar. Onların bir çoxu da savaşmaq istəməyəcək. Amma buna hələ ki Putin getmək istəmir. Amma nə baş verir? Adını səfərbərlik qoymasalar da küçədən artıq kimi tutdular, avtobusa doldurub, müqavilə imzalatdırıb da cəbhə bölgəsinə göndərirlər. Üstəgəl bəzi müəssisələrə tapşırıq verilib ki, tutaq ki, sizin müəssisədə 100 kişidən 20-si mütləq müharibəyə göndərilməlidir. Həkimlər üçün də eyni tələb qoyulub. Həkimlərin də bir hissəsi müharibəyə gedib yaralılara güya xidmət etməlidirlər. Yəni, əslində bunun adını yenə də xüsusi təyinatda əməliyyat qoyulub. Amma son zamanlar bu fikirdən daşınmağa başlayıb Rusiya hakimiyyəti. Bu nədən özünü biruzə verdi? Rusiya prezidentinin mətbuat katibi Peskov bu günlərdə o Kremlə bağlı bir jurnalistlə müsahibəsində belə bir söz atdı. Dedi, bu savaşdır, çünki bizə qarşı Ukrayna deyil, onun arxasında dayanan Avropa dövlətləri, hətta Amerika vuruşur. Yəni, çox qəribə məntiqdir. Siz Ukraynaya qarşı savaş açanda bu dövlətlər yox idi. Siz Ukraynaya qarşı işğalçı müharibə apardınız. Belə o vaxtda müharibə idi. Yəni adını yalandan xüsusi əməliyyat qoyur. İndi bu fikirdən daşınırlar. İndi artıq müharibə deməyə başlayıblar. Müharibə deməyə başlayıblarsa, deməli gələcəkdə səfərbərliyə də gedə bilərlər. Başqa çarəsi qalmayacaq budur. Putin çünki müharibəni dayandırmaq istəmir. Rusiyada ciddi iqtisadi böhran yaşanır. Neft ayırma zavodu Ukrayna bir onları sıradan çıxarır. Kilometrlərlə yanacağı növbələr dayanıb. Və ən pisi də odur ki, Rusiya üçün. Bu tək avtomobil sürücülərinə mənfi təsir etmir. Yay aylarıdır. Kənd təsərrüfatı məhsullarının yığımına ehtiyac var. Traktorlar nə ilə işləyir? Yanacaqla işləyir, dizellə işləyir. Tapılmırsa, bu sahələrdən kənd təsərrüfatı məhsulları necə yığılacaq? Yığılandan sonra onların marketlərə çatdırılması necə təmin ediləcək? Çünki həmin o çatdırılan avtomobillərə də yanacaq lazımdır. Bu məsələlər də həll olmadı. Bu günlərdə Putinin yanında bir müşavirə keçirilirdi. Biri bir təklif irəlilədi, Putin dərhal bəyəndi. Nədir bu təklif? Dedi, neft ayırma zavodlarında problem var. Problemin adını da demirlər, nədir? Amma deyirlər, problem var. Gəlin kiçik nefti təmizləyən və benzinə çevirən kiçik müəssisələr yaradaq.
Putin dərhal razılaşdı. Amma bu mümkün, necə mümkün olar? Birincisi, əgər buna girişsələr, bunun özünə də maliyyə lazımdır ki, hər hansı kiçik yerlərdə bu kiçik neftayırma zavodları tiksin. Bu illər lazım. Bu bir. Yaxşı, bu neftayırma zavodu tikdin. Bura nefti necə çatdıracaqsan? Boru xətti. Məsələn, böyük neftayırma zavodları Rusiyada vurulan, hamısına boru xəttləri çəkilib, neft birbaşa çatdırılır. Yaxşı, tutaq ki, deyəlim ki, bu kiçik neftayırma zavodları tikdin. Boru xəttin də yoxdur. Deməli, bunlar, həmin o müəssisələrə də nefti böyük sistem maşınlarla çatdırılmalısan. Amma nəqliyyat yenə də deyil, nəqliyyat çatdırılma problemi. Daha dəhşətlisi, hətta təxmin etsək, ona neft çatdırılır və neft emal edilir, yanacağa çevrilir, benzinə çevrilir. Çox aşağı səviyyəli, aşağı keyfiyyətli bir benzin olacaq. Və mütəxəssislər deyir ki, o benzinlə avtomobillər doldurulsa, yanacaq kimi, avtomobillərin %90'ı sıradan çıxacaq. Bu, indiki avtomobillər, xarici avtomobillər, çünki Rusiya vətəndaşı öz avtomobillərini sürmürlər. Hamısı xarici modellərdir. Xarici modellər keyfiyyətsiz yanacaqla dolduran, hamısı sıradan çıxacaq. Ona görə kiçik bu Putinin dəstək verdiyi kiçik neftayırma zavodları bu məsələ də əslində havada qalacaq, mümkün deyil. Yəni güya çıxış yolları axtarırlar, amma tapa bilmirlər. Putin iqtisadiyyatı əmrlə idarə etmək istəyir. Nədir? İnflyasiya dayansın. Yəni inflyasiya dayansın əmri ilə inflyasiya dayanarmı? Ölkə yanacaqla təmin olunsun. Yəni bu əmrlə ölkə yanacaqla təmin olunarmı? Sən müharibəyə başladın. Yəni bu müharibə zamanı biz gördük ki, Rusiyada nə qədər neftayırma zavodları var imiş. SSR dövründən qalma sonra tikilən, böyük ölkədir. Yəni müharibə olmasaydı, bu Rusiya çox rahat şəkildə bu neftayırma zavodlarından istehsal etdiyi yanacağı həm öz daxilində istifadə edəcək, həm də xaricə satacaq. Kifayət qədər maliyyə də gələcəkdir. Necə ki, əvvəlki illərdə gəlir. Bütün bunlardan Rusiya özünü məhrum edib hal-hazırda. Məsələn, böyük neftayırma zavodu. İndi o şəxsi mülkiyyətdə olan böyük neftayırma zavodları var. Ukrayna onlara zərbə endirir. Rusiya dövləti həmin neftayırma zavodunun sahibinə deyir ki, bərpa et. Bu bərpa edən kimi yenə də bir dron ora dəyər. Həmin o neftayırma zavodunun rəhbəri də kökmür, belə deyək də, sahibkar. Deyir, hər dəfə mən bunu bərpa edirəm, siz mənim dövlət olaraq neftayırma zavodumu qoruya bilmirsiniz. Yenə də zərbə dəyər. Bunun yükü mənim üzərimdədir. Birazdan əslində Putin bütün Rusiyalı oliqarxlara əmr verəcək ki, yəni pulları dövlət büdcəsinə keçirin, sizin pullar dövlətə lazımdır, onları da müflisləşdirməyə başlayacaq. Bu artıq, belə deyək də, oliqarxlarla hakimiyyət arasında da dərin ixtilafa səbəb ola bilər. Artıq bu günlərdə onun bir işarəsi də göründü. Rusiya məşhur oliqarxlarından biri Melnichenko adında Qərb mətbuatında böyük bir yazı ilə çıxış etdi. Çıxış etdi ki, Rusiya dağılsa bu hamının zərərinə olacaq. Nüvə dövlətidir. Bunun dağılmasına imkan vermək lazımdır. Əslində bu elə bir sıradan bir oliqarx da deyil, Putinə yaxın oliqarx. İndi Qərbdə bunun üzərində çox düşünürlər. Bu həmin oliqarx o həmin məqaləni öz başına yazıb, yoxsa Putin əmri ilə yazıb ki, Qərbə bir mesaj göndərsin ki, Rusiyaya qarşı savaşı dayandırın. Çünki Rusiya dağılsa bundan hamı zərər görəcək. Əlbəttə Rusiyanın dağılmasını çoxları istəmir. Nüvə dövlətidir, nüvə silahın kimin əlinə keçəcəyi də bəllidir. Amma bütün bunların yaşanmaması üçün bir yol var. Putin müharibəni dayandırmalıdır. Elə Prezident İlham Əliyev də bu günlərdə Şuşada keçirilən forumda ki, Ukraynalı məşhur jurnalist Gordon yenə də eyni sual verdi ki, nə məsləhət görəsib. İlham Əliyev çox açıq dedi, müharibə dayanmalıdır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünün suverenliğini əvvəlki də dəstəkləyir və İlham Əliyev əvvəlki mövqeyinin keçən ilki cavabını yenə də təkrarladı ki, işğalla barışmır, amma müharibə dayanmalıdır. Müharibə dayanmalıdır ki, insan ölümü də dayansın və Rusiya bu ağır vəziyyətdən çıxa bilsin. Çünki bu Ukrayna dron istehsalını getdikcə genişləndirir. İndi Ukrayna ilə bir neçə Avropa dövləti arasında dünən bir razılaşma da əldə olundu. Nədir bu razılaşma? Ukrayna Avropa aparıcı dövlətlərlə bir yerdə antiballistik bir sistem formalaşdıracaq. Çünki Ukrayna səması Rusiyanın ballistik raketlərindən çox təəssüf ki, qoruna bilmir. Dronları Ukrayna vura bilir. Amma ballistik raketləri vurmaq mümkün. İndi Avropa dövlətlərlə bir yerdə elə bir hava müdafiə sistemi formalaşdıracaqlar ki, ballistik raketləri də vura bilsinlər havada Ukrayna. Avropa dövlətlərlə bir yerdə bu sistemi formalaşdırmaq lazımdır və belə bir koalisiyada artıq
qurulub, formalaşdırılıb.